Bizim bugünkü söhbətimiz sosial psixotexnoloji bir mövzudadır. Bu bəzi insanlara qəribə gələ bilər ki, çox adi bir mövzudur. Yəni insanlara adi gələ bilər bu. Çox sadə bir mövzudur. İnsanlar bundan həmişə danışır, gündəlik həyatlarında bunu müzakirə edirlər. Amma siz bilməlisiniz ki, hər müzakirə olunan şey o demək deyil ki, insanlar onu başa düşürlər. Yəni ki, iki insan oturur, bir insan haqqında qeybət edir, amma heç biri başa düşmür ki, o insanın problemi nədir? Niyə o insan müəyyən hərəkəti eləyib? Onun motivasiyası necə olub? Yəni, müəyyən problemlər haqqında danışmaq, onları müzakirə eləmək hələ o demək deyil ki, insanlar onu başa düşür. Başqa bir tərəfdən, yadda saxlamaq lazımdır ki, hər bir həyatda ən mürəkkəb şey ən sadə görünən şeylərdir. Ən mürəkkəb hadisələr, ən mürəkkəb qavramalar, ən mürəkkəb insanlar çox sadə görünən qavramalardır, hadisələrdir, insanlardır. Siz heç vaxt insanlarda belə bir səhv xüsusiyyət var. Onlar sadə görünən insanın, misal üçün insan çox sadə aparır özünü. Hamının üzünə gülür, deyir, mən sizi xoşlayıram, mən sizi sevirəm, mən sizə hörmət edirəm. Sifətində həmişə gülüş, hamı ilə razılaşır, əynində sadə paltar, yəni ki, özünü sadə aparır, yəni heç kimlə konfliktə girmir. Bəzən adamlara elə gəlir ki, bu elə belə bir sadə adamdır. Əslində ən mürəkkəb insanlar məhz belə insanlardır. Bax, fikir verin. Məhz ən qlobal hadisələri həyatda belə insanlar törədir. Həm pis, həm yaxşı hadisələri. Amma qlobal hadisələri, yəni belə möhtəşəm hadisələri bu cür sadə görünən insanlar törədir. Ona görə də yadda saxlamaq lazımdır ki, həyatda ən mürəkkəb şeylər sadə görünən şeylərdir. Demək, çox tez-tez insanlar adi söhbətlərində, öz aralarında danışırlar. Deyir ki, adamlar deyir, niyə həqiqətə inanmaq istəmir? Bax, belə bir sual hamını düşündürür. Bilirsiniz, bu sual, yenə də deyirəm, çox adi görünə bilər ki, həqiqətə inanmaq istəmir, nə olsun ki, həqiqətə inanmaq istəmir. Amma bilir də, həqiqətdə nə var? Yox, belə deyil. Bu, məhz bizim bugünkü həyatımızın problemlərinin mühüm göstəricilərindən biridir. Həqiqətə inanmaq istəməmək və ya bunun başqa bir tərəfi var. Həqiqəti başa düşmək istəməmək. Yəni, onu başa düşmək üçün qüvvə sərf etmək istəməmək. Bunun nəticəsində də həqiqət qalır qıraqda. İnsanlar elə yalanın dalınca gedir və bədbəxt olurlar. Yəni, bizim bugünkü həyatımızda bu özünü çox tez-tez göstərir. Ümumiyyətlə, biz bu bədbəxtçiliklərin içərisində yaşayırıq. Bizim həyatımızın hər addımı yalandır, hər addımı səhvdir. İnsanlar əgər gün ərzində 100 əməliyyat eləyirlərsə, 100 hərəkət eləyirlərsə, onun 95-i səhvdir. Və yaxud da 70 əməliyyat eləyirlərsə, onun 65-i yalandır. Yalandan eləyirlər o əməliyyatı. O əməliyyatın heç kimə heç bir xeyri və yaxud da ziyanı yoxdur. Bəlkə də ziyanı var, amma xeyri dəqiq yoxdur. Yəni, bu çox aktual mövzudur. Yəni, bunun bir ucu gedir, dirənir müəyyən psixotexnoloji qanunlara, bu artıq elmdir. Psixologiya, psixotexnologiya, psixiatriya, psixoterapiya. Bunlar artıq müəyyən elm sahələrinin, yəni
belə deyək, şaxələridir. Ona görə də bu məsələnin mən çalışacağım ki, bir qədər elmi cəhətdən izahını sizə verim. Çünki sadə məişət izahını insanlar müxtəlif cür onu deyir, hərə öz başa düşdüyü kimi deyir. Əlbəttə, məişət izahını da vermək lazımdır. Nəyə görə insan həqiqətə inanmaq istəmir? Həqiqət onun üçün qorxuludur. Həqiqət həmişə insanda təşviş doğurur. Həqiqət həmişə insanda narahatsızlıq doğurur. Bax, fikir verin. Bir oğlan bir qızı sevir və yaxud da bir qız bir oğlanı sevir. Çox vaxt, bax, bu sevgi, məhəbbət macərasının ilk aylarında, ilk günlərində belə bir söz eşitmək mümkündür. Bu adam bir-birini sevən də, həqiqətdə həyatda sevgi adında belə bir şey yoxdur. Bu sosial bir, yəni belə deyək, müəyyən ehtirasların, hisslərin sosial atributlarıdır bu sözlər. Sevgi, məhəbbət. Belə deyək də, bir-birinə müəyyən çox güclü ehtirasları olan insanlar, yəni qız, oğlan, bu əsasən kişilər, qadınlar arasında, qızlar, oğlanlar arasında olur. Deyirlər ki, sən deyir, məni bədbəxt elədin deyir. Mən bu vaxta qədər sakitcə oturmuşdum. Gedirdim, gəlirdim öz işimdə, öz gücümdə. Sən mənim beynimə saldın o fikri ki, mən səndən bir olmalıyam. Biz birləşməliyik, biz bir yerdə nəsə eləməliyik, cinsel əlaqəyə girməliyik. Biz bir-birimizi qucaqlamalıyıq, öpməliyik. Yəni ki, həqiqətdə şuuraltı insan bunu düşünür. Amma bunu açıq demir. Çünki bu tabu məsələsi var da, cəmiyyətdə bunu açıq demək olmaz. Amma əslində deyəndə ki, sən məni narahat elədin, misal üçün, sən oturmuşdun da yerimdə, sən gəldin mənim beynimə bu məhəbbət fikrini, sevgi fikrini saldın. Əslində heç bir sevgidən söhbət getmir. Burada söhbət gedir cinsel əlaqəyə meyldən. O qarşıdakı insanın bədən quruluşu, onun bədəni, onun baxışları, onun ehtiraslı hansısa hərəkətləri, onun kompleksiyası, fiziki və yaxud da intellektual, bu müəyyən insanı narahat eləməyə başlayır. O da nəyə görə? Onunla cinsel əlaqəyə girmək həvəsi yaradır bunda. Yəni, bunun hamısının kökü bundadır. Bax, indi mən dediyim şeylər də həqiqətdir, amma bu həqiqəti də başa düşmək üçün siz gərək oturub biraz fikirləşəsiniz. Bəzi adamlar fikirləşmə əvəzinə oturub belə deyirlər. Bu nə danışır? Bu bizim milli mentalitetə uyğun deyil. Ay kişi, ay cəmaat, ay bədbəxt cəmaat. Milli mentalitetin bura nə dəxli var? Bütün insanlar eynidir. Hamı etirazdır. Hamıda etiraz var. Hamıda cinsel əlaqəyə meyillik var. Hamıda emosional təlatümlər var. Bəli, sosial mənada biz onu əlbəttə çıxıb küçədə heç kim qışqırmır ki, mən filan kəslə cinsel əlaqəyə girmək istəyirəm. Adını qoyur sevgi. Deyir, mən filan kəsi sevirəm. Amma siz qıraqdan baxın, görün o bir-birini sevən adamlar xəlvətdə neynirlər? Bax, həqiqət anı orada başlayır. Bax, həqiqət budur. Amma bu həqiqəti başa düşmək üçün heç kim oturub fikirləşmək, baş işlətmək istəmir. Çünki bu ağırdır, çünki bu insanda həyəcan doğurur, çünki bu insanda, bəzi insanlarda paxıllıq doğurur. Niyə onlar onu eləyirlər, mən eləyə bilmirəm. Bu, bəzi insanlarda tutaq ki, oğlanın, qızın valideynlərində narahatçılıq doğurur. Bu nə idi? O oğlan bizim xoşumuza gəlmir və yaxud biri deyir, o qız bizim xoşumuza gəlmir. Bunların da evlənəcəklər, min cür problem çıxacaq filan beşməkən. Və həqiqət tərəfi budur. Amma üzdə olan tərəfi nədir? Oğlan deyir, mən qızı sevirəm, qız deyir, mən oğlanı sevirəm. Biz deyir, evlənmək istəyirik. Əslində toy nədir, evlənmək nədir? Bunlar da bu monetanın, medalın bir üzüdür. O görünməyən üzü nədir? Cinsel əlaqə, etiraz, bir-birinə toxunmaq, bir-biri ilə fiziki təmasda olmaq, mənəvi təmasda olmaq. Əsl həqiqət tərəfi budur. Amma insanlar həmişə o biri tərəfini deyirlər. Çoxsuz elə bilir ki, elə budur. Həqiqət budur. Yox, bu deyil. Həqiqət tərəfini bilmək üçün gərək siz
gərgin düşüncələrə dalasınız. Əgər sizdə gərgin düşüncələrə dalmaq qabiliyyəti varsa, onda başa düşəcəksiniz. Mən bunları yəni söz gəlişi deyirəm. Amma bunların hamısı həqiqətdir. Demək, insanlar həqiqəti ona görə qavramaq istəmirlər. Qəbul etmək istəmirlər. Onunla razılaşmaq istəmirlər ki, hər bir həqiqət insanı düşünməyə məcbur eləyir. İnsan üçün də inanın ki, ən ağır şey düşünməkdir. Bəzi adamlar deyir ki, fiziki iş ən ağır işdir. Xeyr, belə deyil. Bunu deyən adamlar yenə də medalın bir üzünü görürlər. Hər bir fiziki iş görən adam o fiziki işi başlayana qədərdir çətinliyi. Başladı, bir təhər axıra çatdırır. O da o fiziki işin bir başlanğıcı var, bir ortası. Ortasında bunun artıq fikrində belə bir dominanta yaranır ki, mən bu işi qutarım, gedim dincəlim. Vəssalam. Bu buna yüngüllük gətirir və işini qutarır, getdi. Burada heç bir problem yoxdur. Heç bir çətinlik yoxdur. Amma siz intellektivinizi işə salmaq üçün çox böyük qüvvə sərf eləməlisiniz. Xüsusən də əgər sizin intellektiviniz əvvəllər intensiv işləməyə öyrəşməyibsə. Məsələn, bizdə insanlar var cəmiyyətdə ki, onlar öyrəşməyiblər hansısa bir elmi məlumatı oturub analiz eləməyi. Elmi məlumat olmasın, adi bir məlumatı oturub analiz eləmək. Öyrəşməyiblər. Onlar öyrəşiblər televizorda deyilən şeyə inanmağa. Nəyə görə? Çünki sxem və onu qavramaq daha asandır. Sxemlə yaşamaq həyatda daha asandır. Bax, fikir verin. Ona görə də televizor nə üçündür? Televizor sxemdir. Xoşqədəm çıxdı, Zaur çıxdı, nə bilim, o biri verilişlərdə kimsə hansısa aparıcı çıxdı. Sizə yalanların hamısını danışdılar. Kimisə hansısa bir üzr istəyirəm, heyvanı mütəxəssis kimi reklam elədilər və siz buna bu sxemi qəbul elədiniz, inandınız və rahat yaşayırsınız. Çünki sizə fikirləşmək imkanı qalmır. Fikirləşmək lüzumu qalmır. Ona görə də siz rahatlığınızı qorumaq üçün o verilişlərə başlayırsınız baxmağa. Bax, bu cürdə siz o verilişlərə öyrəşirsiniz. Mən yenə deyirəm, mənim indi danışdıqlarım adi mətbəx söhbətləri deyil. Bu elmi insan şuuru ilə manipulyasiya metodlarının izahıdır. Sizin şuurunuzla bu cür manipulyasiya edirlər. Xoşqədəm çıxır, deyir ki, bax, bu gördüyünüz adam bir nömrəli həkimdir. Dünyanın bir nömrəli həkimidir. Və siz ona inanırsınız. Bilirsiniz nəyə görə? Burada qavramada ikinci bir şey kömək eləyir. Yenə də deyirəm, mənim dediklərim havadan götürülmüş, özüm tərəfindən uydurulmuş şeylər deyil. Bunlar hamısı elmi məlumatlardır. Mən yenə təkrar edirəm. Və sizin o yalanı qavramağınıza kömək edir bir də nə? Televizorların yüksək texnologiyalarla hazırlanması. Məsələn, siz əgər o verilişlərə şərti olaraq, indi elə televizorlar yoxdur, baxsaz 60-cı illərdə insanların baxdığı televizorlarda, o köhnə televizorlar vardı, Sovet İttifaqının vaxtında. O verilişlər sizə elə təsir edəməz. Çünki orada Svetnoy televizor deyirləri, rəngli televizor. Çünki onda yox idi rəngli televizorlar. Bir vaxt yox idi, sonra çıxdı. Amma indi nəinki rənglidir televizorlar. Televizorların içində nə qədər funksiya var. Özə onu elə qabarıq, elə səs tembirlərini, o audio, video məsələləri, müəyyən nüansları elə şişirilmiş şəkildə auditoriya təqdim edir ki, siz ona, əgər sizin beyniniz küt beyindirsə, mən çox üzr istəyirəm, mən bunu yəni ki, hamıya aid eləmirəm. Əgər siz küt beyin adamsızsa, manipulyasiya uyansızsa, yəni sizi aldatmaq çox çətindirsə, siz mütləq o televizorun texniki imkanlarını da nəzərə alaraq, o verilişlərdə deyilən hər bir cəfəngiyatı həmin anda qavrayıb özünüzə mal edirsiniz. Və nəyə görə bunu qavramaq sizin üçün asandır? Çünki bu sxemdir. Sxemi qavramaq həmişə asandır.
Nəinki fikirləşib nəyisə tapmaq. Misal üçün, mən sizə başqa bir misal deyim. Demək, mən bilmirəm, bəzi məni tanıyan adamlar bilir, mən 2 dəfə hərbi xidmətdə olmuşam və Sovet ordusunda xidmət eləmişəm, hərbi xidmətdə, bizim Azərbaycan ordusunda da xidmət eləmişəm. Deməli, hərbi xidmət zamanı, xüsusən də Sovet ordusunda belə bir şey var idi. Deməli, tibbi sanitar hissələrində bir həkim olurdu. O bir həkim də hamıya yardım eləməli idi. Yəni ki, bir hərbi hissədə axı 10 dənə həkim saxlaya bilməzlər. Bir həkim olurdu, amma o həkimlər çox hazırlıqlı olurdu, xüsusi hərbi tibbi akademiyalar qutarırdılar. Yəni, indiki kimi bisavad deyildilər həkimlər. Yəni, indi bizim hərbi həkimlərimiz də bisavaddır, elə mülki həkimlərimiz də bisavaddır. Çünki gedirlər, Türkiyədə oxuyub gəlirlər hamısı. Yəni, mən, əlbəttə, Türkiyə bizə qardaş ölkədir, biz yaxınıq, bizim çox gözəl əlaqələrimiz var. Amma mən bu həqiqəti deməliyəm ki, Türkiyədə tibbi təhsilin səviyyəsi çox aşağıdır. O da əlbəttə ola bilər ki, bizim cəmaatın öz günahıdır ki, gedir orada təhsil alır. Yəni ki, və yaxud da Türkiyədə ola bilər ki, hələ inkişaf eləməyib, o səviyyədə tibb elmlərinin tədris metodikası inkişaf eləməyib. Türkiyədə oxuyub gələn bütün həkimlər, əksəriyyəti hazırlıq səviyyəsi çox aşağıdır. Və bizdə orada çox güclü mütəxəssislər olurdu. Yəni, hərbi tibb akademiyalarını bitirmiş, hərbi fakültetlər bitirmiş, hərbi həkimlər. Yəni, tibbi sanitar hissələrində belə sxemlər asılırdı. Mənim yadımdadır. Sovet ordusundan mən danışıram. O sxemdə, misal üçün, konkret yazılırdı. Filan xəstəlikdə hansı dərmanlar tətbiq olunur və hansı yardım olunur. Filan xəstəlikdə, başqa bir xəstəlikdə yenə də hansı dərmanlar tətbiq olunur, hansı yardım. Bu nəyə görə belə olunurdu? Bu ona görə belə olunmurdu ki, o həkimlər onu bilmirdilər. Onlar hamısı onu bilirdilər. Mən yenə də qeyd edirəm ki, çox hazırlıqlı Sovet ordusunun, ümumiyyətlə Sovet cəmiyyətinin çox hazırlıqlı kadrları var idi. Lakin buna baxmayaraq o sxemlər asılırdı. Nəyə görə? Ekstremal, kritik şəraitdə ki, birdən-birə ağır bir xəstə gətirirdilər hərbi sanitar hissəsinə. Orada da həkim təkdir. Həmişə yadınızda qalsın. Bu da elmi, psixotexnoloji faktordur. İnsan harda olur olsun, nə işlə məşğul olur olsun, hansı sənətin sahibi olur olsun, tək işləyirsə onun üçün çətindir. Onun intellektual qabiliyyəti nə qədər yüksək olsa da, fiziki imkanları nə qədər yüksək olsa da, o köməksiz olduğu üçün, yəni tutaq ki, profesional cəhətdə məsləhətləşməyə bir adam yoxdur, nə qədər də gözəl mütəxəssis olsa, onun üçün çətindir. Yəni, bu psixoloji faktoru nəzərə alaraq, o sxemləri oradan asırdılar ki, birdən insandır da, nəsə çaşdı, yadından çıxdı, tez baxırdı ora. Bu nədir? Ora baxan kimi, sizin intellektiviniz sxemə baxan kimi, yəni sxemə baxır da o adam, sxemə baxan kimi intellekt dincəlir. İşə düşür iradə, emosiya. Yəni, siz başlayırsınız hərəkət eləməyə. İradə, emosiya hərəkətə cavabdehdir. Və sxemə baxan kimi siz artıq fikirləşmirsiniz. Çünki fikirləşmək insanı yorur. Sizə hasand olur. Nəyə görə bir şeyə baxıb eləmək hasanddır, nəinki onu fikirləşib eləmək. Siz bunu heç düşünmürsünüz. Çünki fikirləşəndə sizin beyniniz yorulur. Çünki siz intellekti işlədirsiniz. Beyin naqruzkada işləyir. Yəni, baskı altında işləyir, belə deyək də. Beyin gərginlik altında işləyir. Siz düşünürsünüz. Bunu necə eləyim, bunu necə eləyim. Amma sxemə baxan kimi intellekt dincəlməyə başlayır. İntellektdə də bir 10 dəqiqədə bəsdir ki, bir dalaca dincəlsin, özünə gəlsin. Beyin dincəlir, intellekt dincəlir. Sadəcə bir iradi sfera o sxemdəki şeyləri sizə elətdirir. Yəni ki, oradakı
hərəkətləri siz edirsiniz. Filan dərmanı yeritmək lazımdır, filan yardım eləmək lazımdır. Elədiniz, insan həyatını xilas elədiniz, vəssalam qutardı getdi. Yəni, burada da o məqsədlə bu sxemlər açılırdı. Mən nəyə görə belə bir qədər geniş, həcmli bir misal çəkdim? Mən ümidvaram ki, yenə də deyirəm, ağlı, şuuru yerində olan adamlar məni başa düşdülər. İndiki dövrdə insanlara sxemlə hərəkət eləməyi öyrədiblər. Düşünməyi öyrətməyiblər. Sovet dövründə əksinə idi. İnsanlara birinci düşünməyi öyrədirdilər. Fikir verin. Birinci düşünməyi öyrədirdilər. Bunun hamısı, yenə də deyirəm, elmi tədqiqat institutlarında Sovet İttifaqının çox güclü elmi var idi. Elmi tədqiqat institutları var idi. Orada alimlər tərəfindən hazırlanmış xüsusi metodikalar idi. Birinci insana düşünməyi öyrədirdilər. Sovet məktəbləri, Sovet ali məktəbləri, ümumiyyətlə mütəxəssis hazırlayan, kadr hazırlayan bütün Sovet deməli o müəssisələri, hansı kadr olur olsun, istəyir traktorçu olsun, istəyir fizik olsun, istəyir riyaziyyatçı olsun, istəyir kimya müəllimi olsun, fərqi yoxdur. Bu adamların hamısına birinci düşünməyi öyrədirdilər. Amma əlavə sxem də verilirdi. Bax, bu prinsip Sovet pedagogikasının əsasında dururdu. Sovet pedagoji təhsil sisteminin əsasında dururdu. Düşünürsən, yadından çıxanda sxemə baxırsan və sənin işin 100% əngəlsiz olur. Bu çox gözəl bir metod idi. Mən nəzərinizə çatdırıram ki, bu metoddan indi İngiltərədə, Böyük Britaniyada orta məktəblərdə istifadə olunur. Amma bizim öz orta məktəblərimizdə belə şeylərdən istifadə olunmur. Bizim öz orta məktəblərimizdə ancaq şagirdlərdən pul yığmaqla məşğuldur. Direktorlar, müəllimlər və s. Yəni, bu başqa problemdir. Yəni, bizdə təhsil səviyyəsi həddindən artıq aşağıdır. Və bütün bunları nəzərə alaraq deməliyəm ki, təhsil səviyyəsi aşağı olan bir ölkədə, rüşvətxorluğun tüğyan elədiyi bir ölkədə, ədalətsizliyin tüğyan elədiyi bir ölkədə, şübhəsiz ki, insanlara beyin işlətmək, intellekti işlətmək sərf eləmir. Onlar sxemlərlə işləyirlər. Sxem də nədir? Sxem insanlarla manipulyasiya eləmək üçün bir vasitədir. Bir var ki, sxemi sən köməkçi kimi yandan ona verirsən. Bir də var ki, sən elə onu ancaq sxemlə düşünməyə öyrədirsən insanı. Bunlar ayrı-ayrı şeylərdir. Sxem bizim cəmiyyətdə köməkçi vasitə deyil, həlledici vasitədir. Amma Sovet dövründə həlledici vasitə intellekt idi, köməkçi vasitə sxem idi. İndi həmin o həlledici vasitə ki, intellekt, o bloklanıb, adamların böyük əksəriyyətində bloklanıb. Bizdə adamlar var, 3 ali təhsili var, elmi dərəcəsi var, akademiyada işləyir. Sən o ilə danışırsan, inanın ki, gedib Kaliforniya ştatında, Amerikada tiyanın altında yatan bir qara dərili insanın səviyyəsi o akademikdən yüksəkdir. Çünki bu adamın heç bir təhsili yoxdur. Bu adamın ancaq kağızları var. Ki, bu filan tarixdə müdafiə edib, filan yerdə oxuyub, filan elmi dərəcə alıb. Amma həqiqətdə faktdır ki, bu adam elə gözlərini qırpır, üzvə baxır, heç nə bilmir. Heç nə dərk eləmir. Ümumiyyətlə, həyatı adekvat dərk eləmir. Həyatı bu ancaq sxematik qavrayır. Mənim dediyimin, sözümün canı budur. Çünki bu, Sovet dövründən sonra yetişən kadrların böyük bəlasıdır. Həyatı intellektlə yox, sxemlə qavramaq. Və bunun nəticəsində də həqiqət qavranıla bilməz. Həqiqət o vaxt qavranılır ki, yadınızda saxlayın, siz düşünməyə başlayırsınız. Əgər siz sxemlə qavramağa öyrəşmirsinizsə, həqiqətdə sxem olmur. Həyatda yeganə sxemsiz 2 dənə şey var. 2 dənə şey. Həqiqət, bir də insana meyl, yəni məhəbbət deyirlər də ona, məhəbbət. Məhəbbət və həqiqət. Bunların heç birində sxem ola bilməz. Bunlar sxemə sığışmayan şeylərdir. İndi sizə həqiqəti sxem şəklində qəbul elətdirirlər
və sizin evinizi yıxırlar. İndiki uşaqların evini nə ilə yıxırlar? O sxemlərlə yıxırlar. Test nədir? Testlə imtahan vermək. Orta məktəbdə test üsulu ilə dərs keçmək. Bu sxemdir. Sxemli düşüncə. Buna deyirlər sxematik düşüncə, sxemli düşüncə. Bu bütün insanları məhv edib. Uşaqlar savadsızdır. 10-cu sinifi, 11-ci sinifi qutarır, instituta daxil olur. Mən bir dəfə bir iqtisadiyyat sahəsində magistr dərəcəsi almış bir cavan oğlanla söhbət edirdim. Dedim ki, vahid yanında 9-0. Bu rəqəmin adı nədir? O mənə deyə bilmədi. İnanın ki, deyə bilmədi. Yəni, belə mütəxəssislər həddindən artıq çoxdur. Bizim belə həkimlərimiz də var. Siz bilirsiniz, bu yaxınlarda plastik cərrah adıyla bir dənə bu adam özü sxematik düşündüyünə görə görürsünüz. Burada intellekt bloklanı bu həkimin özündəki bu fikirləşə bilmir ki, axı mənim plastik cərrahiyyəni bacarmaya. Lap o kağızı mən aldım. Saxta olaraq aldım, getdim nazirlikdən pulla götürdüm, aldım. Gətirdim. Amma mən bacarmıram axı bunu. Bax, bu sxematik düşüncənin ən xarakterik ağırlaşmasıdır. Mən sizi inandırıram, mən bunu lətifə şəklində sizə danışmaq istəmirəm. Yəni, gözümüzün qabağında olan şeydir də. Neçə adamı cəzalandırdılar, güya cəzalandırdılar, güya cəzalandırdılar. Neçə adamı cəzalandırdılar, neçə adamı, nə bilim, kənar elədilər o plastik əməliyyat eləmək fəaliyyətindən. Amma o adamların özünün, yenə də deyirəm, hər şeyi başa düşmək üçün motivasiyanı bilmək lazımdır. Niyə elə eləyirdi o adamlar? O adamlar ağıllıydılar, ona görə eləyirdilər. Xeyr. O adamlar sxematik düşünürdülər. O həkimlərdə, hansılar ki, diplomsuz, təcrübəsiz, hələ mən diplomu da qoyuram bir kənara, kağız-küğüzü qoyuram bir kənara. Təcrübəsiz, bu adamın təcrübəsi yoxdur. Plastik cərrahiyyədən heç bir gözəl məktəb keçməyib. Bu, gedib nazirlikdən, bizim Azərbaycan Səhiyyə Nazirliyindən saxta kağızlar alıb, o kağızın adını da nazirlik belə bərbəzəkli sertifikat adlandırıb, sertifikat. Mən həmişə deyirəm, Səhiyyə Nazirliyi sertifikasiya sistemini ona görə həyata keçirdi ki, çoxlu rüşvət yıxsın. O da özünü reallaşdırır. Yəni, hərə getdi, bir sertifikat aldı, plastik cərrah sertifikatı, pulla. Sonra da gəldilər, başladılar əməliyyat eləməyə. Axırda da o dərəcədə o məsələ böyüdü ki, hətta Azərbaycan kimi bir ölkədə ki, hər şeyi gizlətməyə bizim müəyyən orqanlar, xüsusən də Səhiyyə Nazirliyi hər şeyi gizlətməyə öyrəşib, onu gizlədə bilmədi. Çünki nə qədər adam öldü, nə qədər adam bədbəxt oldu, nə qədər adam şikəst oldu. Yenə də deyirəm, burada mən indi başqa şeyləri dərindən izah eləmək istəmirəm. Sadəcə o həkimlərin düşüncəsi sxematik idi. Bax, canlı sizə nümunə gətirirəm. Heç uzağa getməyək. Amma mən yenə də qeyd eləmək istəyirəm ki, bu mənim danışdığım şeylər hamısı elmi məsələlərdir. Sxematik düşüncə. Sxematiskое мышление deyirlər ona, sxematiskое mıшление. İnsan həqiqəti dərk eləmək üçün yalnız intellektini işə salmalıdır. Bəs nəyə görə insan intellektini işə salmır? Əgər sağlam adamdırsa, ruhi xəstə deyilsə, ağıl zəifliyi yoxdursa bu adamda, niyə bu intellektini işə salmaq istəmir? Çünki intellekt işləyən kimi beyin yüklənir. Beyin də yüklənən kimi insan narahat olur. Deyir, yoruldum. Xüsusən də əgər intellektual əməklə məşğul olmağa vərdişi yoxdursa insanın, beyin o dəqiqə yorulur. Bilirsiniz, beynin belə bir anatomik, fizioloji iş qanunluğu var ki, demək, beyin elə qurulub ki, ümumiyyətlə, o həmişə dincəlmək istəyir, dincəlməyə meyillidir. Çünki beyin ən intensiv işləyən bir orqandır. Bədəndə ikinci elə bir orqan yoxdur ki, o fasiləsiz işləsin. Ürək də dincəlir, müəyyən orada saniyələr var. Orada dincəlir, o ona bəs eləyir. Qaraciyərin deşində dincəlmə olur. Mədə bağırsağın dişində dincəlmə olur. Başqa sistemlər. Bir dənə beyindir ki, o dincəlmir. Dincələ də bilməz. Çünki bizim beynimizin işi dayanan kimi insan öldü.
Ona görə də çox yaxşı bir deməli kəlam var. İzriçeni deyirlər buna. Deyir, insan düşünməyi yadırğıyıbsa, insan artıq düşünmək qabiliyyətini itiribsə, o artıq ölüb. Vəssalam. İndi fikir verin. Düşünmək deyəndə biz nə nəzərdə tuturuq? Düşünmək deyəndə biz intellektual analizi nəzərdə tuturuq. Məntiqi analizi, rasional düşüncə deyirlər ona. O rasional düşüncə, o məntiqi analiz bizim cəmiyyətdə 1991-ci ildən sonraki Qərb dünyası, Amerika Birləşmiş Ştatları, qlobal dünya pərdə arxası, post-sovet məkanını dağıtmaq məqsədi ilə, axıra qədər dağıtmaq məqsədi ilə öz planlarını, tədris planlarını, nə bilim, səhiyyə planlarını gətirdi, soxdu bura. İnsanlar başladılar o sxemlərlə hazırlamağa. Halbuki Avropa, Amerika özü heç o sxemlərlə işləmir. Bunu bilməlisiniz. Onu gətirdilər, soxdular bizim post-sovet məkanına və insanlar oldu küt beyin. Yəni, onlar düşünməyə yadırğadılar. Düşünən kimi deyir, başım ağrıyır. Bizdə cavan adamlar, cavan, sağlam adamlar deyir, çox danışmayın, müəllim, çox qəliz danışmayın. Mən deyir, fikirləşirəm, başım ağrıyır mənim. Belə adamlar bədbəxtdir. Belə adamların axırı yoxdur. Belə adamlar nadan gəliblər dünya, nadan da gedəcəklər. Həqiqət çox ağır bir şeydir. Mən əsl həqiqətdən danışıram. Həqiqəti qavramaq üçün bir dənə yol var. İntensiv, intellektual iş. Yəni analiz, məntiqi analiz. Əgər siz o əməliyyata girməyə qorxursunuzsa, məntiqi analizə girməyə qorxursunuzsa, siz həqiqəti bilə bilməyəcəksiniz. Bilə bilməyəcəksiniz. Azərbaycanda belə bir çox qəribə, bilirsiniz, bu artıq sosial məsələlərdir, özü də çox iyrənc məsələlərdir. Azərbaycan çox geridə qalıb. Çox şeydə çox geridə qalıb. Məsələn, adi bir məişət misalı çəkirəm. Cavan qızdır, gedir, yaydır, bu qısa paltar geyib. Ola bilər, biraz da çox qısa paltar geyib. Və bunun arxasınca baxan bizim bəzi özünü kişi adlandıran Azərbaycan vətəndaşları baxırlar belə, özü başlarını belə çörüb təzdən qızın arxasınca baxırlar. Qadının arxasınca elə baxmaq, o bilirsiniz, heç mədəniyyətsizlik də deyil, o heyvanlıq əlamətidir. Mən ona heyvanlıq deyərdim. Çox üzr istəyirəm sözümə görə. Baxırlar və deyirlər ki, bu qız pozğundur. Bəzi sizə deyir, bu qız fahişədir. Bax, görürsünüz. Yəni, bu nəyə görə belədir? Burada başqa bir məsələ də var. Başqa bir məsələ də var. Bu adamlar ancaq sxemlə düşünürlər. Bunlara uşaqlıqdan, atalar, anaları, nənələr, babaları, Azərbaycan qaydasında tərbiyə verə bədbəxt eləyib və bunlara deyib ki, hansı qadın bədəninin bir yerini biraz açırsa, o pozğundur, o fahişəxanadan gəlir. Və salam, qutardı, getdi. Bunlar da o kompleksi inkişaf elətdiriblər, yaşlandıqca komplekslər daha da cücərir. Siz bilirsiniz də, əgər uşaqlıqda sizə bir şeyi təlqin ediblərsə, siz yaşlandıqca o şeylər daha da güclənir, daha da sizin beyninizdə daha yaxşı yer tapır özünə. Bu adam gəlib çatıb 40 yaşına, 35 yaşına, o komplekslər böyüyüb və bu hələ də o fikirlə yaşayır ki, tutaq ki, qolu açıq paltar geydən qız, nə bilim, yufqası qısa olan qız, şortik geydən qız, bunlar hamısı fahişəxanadan gələn qızlardır, qadınlardır. İndi siz fikir verin, bu adamın düşüncəsi nədir? Sxematik düşüncə. Bu sxemi buna kim verib? Valideynləri. Bu sxemi buna kim verib? Hansısa, harada yaşayıbsa, hansısa bir rayondur, arealdır, coğrafi şəraitdir, orada olan adamlar veriblər. Yəni, bu sxemi buna kimsə verib, bu sxem göydən düşmür. Bu özü bu sxemi ala bilməz. Və bədbəxt eləyiblər. Və ikinci bir tərəfdən, bu sxematik düşüncəli bir adamdırsa, bu medalın başqa tərəfini görə bilmir. Ki,
dünyanın saysız hesapsız ölkələrində, saysız hesapsız, hətta müsəlman ölkələrində, hətta şərq ölkələrinin çoxsunda qadınlar küçədə həddindən artıq açıq paltar geyinirlər, amma siz onlara heç yaxınlaşıb salam da verə bilməzsiniz. Çünki onlar heç biri də pozğun deyil, heç biri də əxlaqsız deyil. Hava şəraitindən asılı olaraq istidir, bu adam açıq paltar geyinib gəzir. Kişilər də, bizdə Azərbaycanda misal üçün kişilər şortik geyinəndə bizdə belə bir hadisə olmuşdu. Kənddə bir cavan oğlan Azərbaycan hansısa bir kəndinə şortik geyinib getmişdi. Yay vaxtı oğlanı tutub döymüşdülər. Faktiki olan hadisədir bu. Bilmirəm, 2 il qabaq olmuşdu ya, 1 il qabaq olmuşdu. Səhv eləmirəmsə o Qəbələ rayonu idi, hansı rayondu, indi yadımda deyil. Real tutub döymüşlər və o haqda da heç bir tədbir görülməmişdi o oğlan döyən adamlar haqqında. Bax görürsünüz, amma yenə də deyirəm, dünyanın bir çox ölkələrində, kişilər də, qadınlar da günün, yayın, nə bilim, ilin isti vaxtı açıq gəzirlər. Burada heç bir şey yoxdur. Yəni bunu başa düşmək üçün siz gərək o sxemdən çıxasınız. Sxemdən də siz çıxa bilmirsiniz. Çünki bədbəxtsiniz. O sxemi sizin beyninizə bir kompleks kimi şuur altına yeridiblər və salam. Siz çıxa bilməyəcəksiniz. Çıxa bilmək üçün sizin bir yolunuz var. İntellekti intensiv inkişaf elətdirmək. Və analitik təfəkkürü işə salmaq. Analitik təfəkkürü də işə salmaq üçün sizin gərək vərdişiniz olar. O vərdiş sizdə yoxdursa, vəssalam, sizin kitabınız bağlandı. Mən nəhayət, mən həqiqəti qavramaq nəyə görə çətindir? O məsələ haqqında danışırdım. Yol üstü elə problemlər var ki, bilavasitə bu məsələ ilə bağlıdır. Onlara da açıqlama gətirdim. Demək, həqiqət məhz bu səbəbdən insanlar tərəfindən qavranıla bilmir. Siz həqiqəti insanlara aşılayan kimi, onlar başlayırlar sizə deməyə ki, mənim atam anam mənə belə demir, baxın. Sən nə danışırsan, kişi, sən nə danışırsan? Mənim atam deyib ki, o sənin dediyin kimi deyil, tamam başqa cürədir. Mənim anam deyib ki, nə bilim, gedib ancaq başı bağlı qızla evlənmək lazımdır. Mənim anam deyir ki, mən gedib başı bağlı qızla evlənməliyəm. Niyə ay oğlan, niyə ancaq başı bağlı qızla evlənmək istəyirsən? Çünki bütün başı bağlı qızlar yaxşıdır, amma başı açıq qızlar hamısı pozğundur. İndi bu sözdə məntiq var? Yoxdur. Bu adam sxematik təfəkkürlə yaşayır. Yəni, bax, bu kütlə ki var Azərbaycanda, iyrənc kütlə. Əlbəttə, bu hamıya aid deyil, kütlənin müəyyən hissəsinə aiddir. Bu iyrənc kütlə analitik, rasional təfəkkürlə düşünməyi bacarmır. Və bu həqiqəti bunlar heç vaxt başa düşməyə hazır deyirlər. Bunlarda bunt yaranır. Bunlarda belə bir, bilirsiniz, üsyan yaranır. Əgər siz onlara belə bir şey deyəndə, yəni siz onlara başa salmaq istəyirsiniz nə isə, amma onlar üsyan edirlər. Nəyə görə üsyan edirlər? Çünki onlar sizin dediyinizi bəlkə də elə sizin dediyinizlə razıdırlar. Çoxsu da razılaşır daxildə, onu demir. Amma onu özününküləşdirmək üçün, yəni qavramaq üçün, o düşünməlidir. Düşünən kimi beyin gərginliyə düşür. Bu adam da düşünməyə öyrəşməyib. Kütbeyindir. Beyin gərginliyə düşür və bu düşünməkdən vaz keçir. Deyir, elə atamın, anamın dediyi kimi eləyəcəm. Nə bilim, bir 100 yaşında evdə babam var, onun dediyi kimi eləyəcəm. 125 yaşında nənəm var, onun dediyi kimi eləyəcəm. Və yaxud da 14-cü əsrdə olan hadisələri Cəlil Məmmədquluzadə təsvir edib, Danabaş kəndinin əhvalatları povestində. Elə o Danabaş kəndində kimi eləyəcəm, elə yaxşıdır. Çünki sxemdir, o da sxemdir. Bədii əsər nədir? O da sxemdir. Baxırsan, eləyirsən, fikirləşmək lazım deyil. Yəni, həqiqət ona görə insanlar tərəfindən qəbul olunmur, qavranılmır. İnsanlar həqiqəti sevmirlər. Əgər biz şərti olaraq bütün əhalini 100% götürsək, həqiqəti qavramağa hazır olan bir 3-4% adam tapa bilərsiniz, bəlkə də az. İnsanlar, bax, bu saydığım səbəblərdən həqiqəti bilməyə, qavramağa, onu
özününküləşdirməyə meyilli deyirlər və çətinlik çəkirlər. Buna qüvvələri yoxdur. Çünki yenə də deyirəm, beynin anatomik, fizioloji quruluşu elədir ki, beyin həmişə dincəlmək istəyir. Amma beyni iradə gücünə işə salmaq üçün insan güc sərf eləməlidir. Özü fiziki güc yox, intellektual güc. O intellektual gücü də sərf eləyəndə bəzi adamlar çox yorulurlar. Deyirək ki, cəhənnəm olsun hər şey. Sən deyir, çox qəliz danışdın, a kişi, sən çox qəliz. Mən gedəcəm elə 150 yaşında bir babam var, onun dediyi kimi eləyəcəm. Budur, həqiqəti qavramaq istəməməyin səbəbi budur. Mən bunu loru dildə, xalq dilində, adi dildə başlamaq istəyirəm. Amma elmi izahı budur ki, beyin həmişə dincəlməyə meyillidir, işləməyə meyillidir. Ona görə də həqiqəti sevməmək, yalanla işləmək, bu insan üçün təbii haldır. Yəni, insanın bioloji cəhətdən, insanı götürsək, mənəvi cəhətdən yox, bioloji cəhətdən, böyle insan təbii vəziyyətidir. İnsan yalanı xoşlayır. Çünki yalan hazırdır, onun qabağında dayanır. Yalanı qavramaq üçün heç bir intellektual güc lazım deyil. Amma yalanı aşkara çıxarmaq üçün intellektual, ağıllı insanlar nə edir? Yalanı yoxlamağa başlayırlar. Hər bir hadisəni yoxlamağa başlayırlar. Yoxlamaq özü də intellektual əmək sərf eləməyi tələb edir. O əməyi də heç kim sərf eləmək istəmir. Bu səbəbdən bizdə, yəni elə dünyanın çox yerində, demək olar ki, dünyanın hər yerində bütün insanlar yalanla yaşayır. Özlərini aldada-aldada yaşayır. Yalan həyat normasına çevrilib. Bu həmişə belə olub. İnsanlıq yaranandan belə olub. Amma bəzi adamlar var ki, o çərçivədən çıxırlar. O adamlara biz super intellektual insanlar deyirik. Adamlar da var ki, əksəriyyət adamlar bu çərçivədən çıxa bilmirlər. Mən söhbətimin sonunda bircə misal çəkim sizə. Covid-19 pandemiyası deyilən, həqiqətdə dünyada olmayan belə bir yəni qlobal qüvvələr tərəfindən, siyasətçilər tərəfindən, yəni qlobal siyasətçilər tərəfindən, dünyəvi siyasətçilər tərəfindən elan olunmuş yalancı Covid-19 pandemiyası var idi. Yollar bağlanmışdı, nə bilim, adamları evdə saxlayırdılar, dustaq kimi bayra buraxmırdılar, 6 dəqiqə vaxt verirdilər, get, işin varsa gör, gəl, bu da mümkün deyildi. Yəni bu, birinci mən onu deyim ki, bu insan hüquqlarının kobud sürətdə pozulması idi. Bütün dünyada, dünyanın hər yerində. İkinci də bu, insanların psixi vəziyyətinə geri dönməz zərərli təsir etdi. Nəyə görə bəs bu insanlar buna inandılar, bu pandemiya? Sual olunur. Çünki sxemlər verilirdi insanlara. Sxemi kimlər verirdi? Siz soruşa bilərsiniz. Sxemi bizim dırnaqarası 4-5 nəfər Azərbaycanda bizim hörmətli həkimlərimiz var. Onlar xüsusi Covid təbliğatçıları seçilmişdilər. O Covid təbliğatçıları YouTube'da, televizorda, internetdə, küçədə, harada keyfləri gəldi, bu mövzu haqqında yalandan məlumat verirdilər. Və qəsdən o adamlar elə insanlar içərisindən seçilmişdi ki, adamlar onlara inanırdılar. Tibb elmlər doktoru, fikir verin. Tibb elmlər doktoru, nə bilim, hansısa bir mükafatın laureatı filan 5 məkan. Bizdə 4 aktiv o yalancı Covid pandemiyasını təbliğ eləyən 4 aktiv təbliğatçı var, hələ də var. Onlar indi də sakitləşməyiblər. Onlar indi də danışırlar, yeri gələndə. Yəni, və bu danışmağın əvəzinə şübhəsiz ki, onlara nəsə bir, hardansa nəsə xeyir gəlir. Yəni, ya maddi xeyir, ya başqa xeyir, mən deyə bilmərəm. Bunlardan ən aktivi Adil Qeybulladır. Belə bir adam var. Professor Adil Qeybullah, tibb elmlər doktoru. Adil Qeybullah, Covid pandemiyası deyilən o yalancı pandemiya 20-ci illərdə, 19-20-ci illərdə elan olunan andan indiyə qədər danışır. Hamı da ona inanır. Bayaq dediyim mexanizmlər üzrə hamı ona inanır. Çünki bu kişi çıxır, sxem verir.
Adamların başını gərginliyə salmır. Mən kim demir ki, olmayıb pandemiya. Çünki pandemiya olmayıb deyəndə adamlar deyir ki, bu necə? Bəs mənim atam öldü, anam öldü, nə bilim evdə qohumum öldü. Sən nə danışırsan? Sən nə danışırsan? Cəmaət qırılırdı, sən də deyirsən pandemiya olmayıb. Amma bu adam oturub fikirləşmək istəmir ki, mən niyə belə deyirəm? Və mən hansı sübutlara əsaslanıram? Bu haqda heç kim fikirləşmək istəmir. Bayaq dediyim kimi, çünki fikirləşmək insanın beyninin fəaliyyətinə zidd bir əməliyyatdır. Əslində insan təbiətdə ən nadan məxluqdur. Hətta heyvanlar insanlardan bəzi cəhətlərinə görə ağıllıdırlar. İnstinktiv olaraq heyvanlar hər şeyi elə təkmil edirlər ki, orada heç bir səhv olmur. Amma insanlar düşünmək istəmədiklərinə görə çox şey səhv edirlər. İkinci təbliğatçı Aydın Əliyev. Belə bir adam var, indi də var. Həkim radiolog. Ağzı köpüklənirdi bu adamların. Mən bir dəfə Aydın Əliyev danışırdı, bilmirəm YouTube-da idi, ya harda, televizorda. Ağzı, ürəyi ağzından çıxırdı. Dedim, bu yazıq niyə belə həyəcanlı danışır? Dedilər ki, bəs bilmirsən, bu Aydın Əliyev xüsusi tapşırıq alıb ki, COVID-i təbliğ eləsin. Olmayan COVID-i cəmaatın beyninə yeritsin. Sxem, yəni sxematik təfəkkür formalaşdırsın. Bunun hamısı sxematik təfəkkürdür. Buna deyirlər psixotexnologiyalar. O vaxt buna hibrid müharibəsi, dünyaya qarşı hibrid müharibəsi deyirdilər. Biyo-psixoterror. Buna deyirdilər biyo-psixoterror. Həmin o biyo-psixoterrorun aktiv iştirakçıları Adil Qeybullah, Aydın Əliyev, sonra Fuad İslamzadə var. Bu həkim deyil. Fuad İslamzadə həkim deyil. Fuad İslamzadə Azərbaycan Tibb Universitetinin Biokimiya kafedrasında tələbələrdən rüşvət yığmaqla məşğul olan biokimiya müəllimidir. Və Medisina Az saytı var Azərbaycanda. Medisina Az saytının da məsləhətçisidir. İndi fikir verin, o Medisina Az saytı gör kimi özünə məsləhətçi seçib. Fuad İslamzadə və nəhayət dördüncü belə bir çox aktiv təbliğatçı var idi. Həkim, uroloq, adı yadımdan çıxdı onun, Vasif İsmail. Vasif İsmail də mən bir neçə dəfə gördüm YouTube-da. Bu adam özdə bir neçə dilin sözlərini bir-birinə qarışdırıb, bu da ağzından köpük gələ-gələ danışırdı. Vaksin, ay cəmaat, vaksin vurdurun. Ay cəmaat, vaksin vurdurun. Bir həftədən sonra hamı qırılacaq. 10 gündən sonra hamı qırılacaq. Bax bu, Vasif İsmail, Fuad İslamzadə, Adil Qeybullah, Aydın Əliyev. Bunlar COVID təbliğatçıları. Yəni, həmin o biyo-psixoterror əməliyyatını aparan ən aktiv həkimlər idi. Onlar indi də var. O adamlar indi də sağ-salamatdır və indi də onlar hazırdılar ki, o təbliğatı aparsınlar. Əgər onlara əlbəttə bir şey versələr. Azərbaycanda belə bir söz var. Bir şey deyir, verəcəksən. Deyir, çaqçuq olacaq. İndi onlara da çaqçuq eləsələr yenə, bilmirəm kim eləyir o çaqçuqu. O çaqçuq eləyən olsa yenə çıxıb danışacaqlar. Elə indi də hərdən birdən söz atırlar. Buna, mən indi danışıram da, mən sizə belə bir aydın danışıram. Amma mənim dediklərimə çox adam inanmır. Və çox adam da məni söyür. Deyir, bu nə danışır, vicdansız, mənim atam öldü, anam öldü, COVID-dən öldü, filan oldu. Amma bu çıxıb gör nə deyir? O cür hörmətli adamlara gör nə deyir bu? Yəni, Adil Qeybullah, Aydın Əliyev, Vasif İsmail, Fuad İslamzadə bizim əhalinin böyük bir səsi üçün hörmətli hesab olunan adamlardır. Nəyə görə? Çünki onlar yalan danışır. Yalan insanlar üçün həmişə qızıldan qiymətlidir. Çünki yalan insanlara rahatlıq gətirir. Onları düşünməkdən kənarlaşdırır. Düşünmək məcburiyyətini ləğv eləyir. Ona görə də adamlar, əhali o adamlara inandı, indi də inanırlar. Mən bir dəfə bir jurnalisti inandıra bilmədim ki, o adamların dediyin hamısı səhvdir. O dedi ki, ola bilməz. Deməli,
mən burada çox danışmaq istəmirəm. Vaxtımız onsuz da çox getdi. Deməli, bir şey, nəyə görə mən deməli, bircə sübut var. Covid pandemiyasının olmaması barədə sübutlar çoxdur. Amma ən əsas sübut, bir dənə sübut var. Bir dənə sübut var. Bu sübut nədir? Koronavirus deyilən, o Covid deyilən, nə bilim, adını hər dəfə bir cür qoymaq olar. Bilirsiniz, hər virusun adını bir cür qoymaq olar. O Covid, koronavirus, nə bilim, sonra başqa bir adla dedilər, sonra başqa bir adların tez-tez dəyişirdilər. Dedilər, yeni ştamlar çıxıb, yeni növlər çıxıb. Bunun hamısı yalan idi. Bunun heç biri, konkret koronavirus, hətta elektron mikroskopunda görünməyib. Təbabətin belə bir qanunu var. İnfektologiyanın, infeksiyon xəstəliklər elminin belə bir qanunu var. Əgər hər hansı bir törədici elektron mikroskop altında, bu maksimal dərəcədə törədicini böyüdən mikroskopdur. Ondan yuxarı, yəni ondan güclü mikroorqanizmi böyütmək qabiliyyətinə malik olan cihaz yoxdur. Əgər bu cihazda o törədici görünməyibsə, bu yoxdur. İkinci sübut. Deməli, sübut olunub ki, bu artıq bütün Avropada, bütün dünyada sübut olunub. Kimyəvi maddələr atılırdı göydən yerə. Bunu qlobal siyasi qüvvələr edirdi. Qlobal, qərbdən, bu qərbdən idarə olunurdu. Və o maddələr ağciyərdə çökürdü və insanlarda pnevmonit törədirdi və onun da adını qoymuşlar koronavirus. Yəni bu cür sxemlərlə insanları aldadırdılar. Başqa sübutlar da var. Mən bu haqda danışmaq istəmirəm, çünki bu uzun məsələdir. Mən bu haqda çox danışmışam. Yəni ki, bunu sxematik təfəkkür, nəyə görə insanlar yalanı xoşlayır, nəyə görə insanlar yalana inanır, amma həqiqətə inanmaq istəmir. Bax, bu məsələləri mən izah eləyərkən, bu haqda mən danışmaya bilməzdim. Covid-19 kimi nəhəng bir proyekti həmin bu sxematik təfəkkürün, biopsixoterror əməliyyatının, yalanın insanlar tərəfindən asan qəbul olunması hesabına həyata keçirdilər. Hansı ki, heç bir Covid pandemiyası yox idi. Burada kimyəvi maddələr səpilirdi. Amerika Birləşmiş Ştatları, Qərb dünyası, dünya pərdə arxası deyilən dünyavi hökumətin müəyyən əməliyyatları nəticəsində və o kimyəvi maddələr çökürdü insan orqanizminə və həmin o Covid-19 adı ilə insanlara təqdim olunan xəstəliyi törədirdi. Və ondan da insanlar bəli ölürdü, çoxlu adam qırıldı, çox adamı qırıldı. Amma bu o demək deyil ki, onlar Covid-dən qırıldılar. Bu o demək deyil ki, onlar koronavirusdan ölüblər. Bax, bunu mən yenə də bu sxematik təfəkkürə gətirib çıxardıram. Bunu başa düşmək üçün sxematik təfəkkürdən çıxmaq lazımdır. Bu qabiliyyət də Azərbaycan əhalisinin böyük bir hissəsində yoxdur. Azərbaycan əhalisi ancaq televizora, Azərbaycan televiziyasının kanallarına inanır. Xoşqədəm Zaur, Xoşqədəm Zaur, Xoşqədəm Zaur. Və bu Xoşqədəm Zaur verilişləri, yəni bu qəbildən olan bütün verilişlər də Azərbaycan əhalisinin axırına çıxıb. Azərbaycan əhalisinin böyük bir hissəsi intellektual blok vəziyyətində yaşayır. İntellektual blok, yəni ətraf aləmi real qavramaq qabiliyyətinə malik deyirlər. Həmin bu verilişlərin, sxemlərin, manipulyasiyaların hesabına. Yəni bu insanların hamısına aid deyil. Əlbəttə bizdə çox ağıllı insanlar da var. Amma əhalinin böyük bir hissəsi bu bədbəxtçiliyə düçar olub. Belə, bugünkü söhbətimiz bu qədər. Yəni, həqiqəti insanlar nəyə görə qavramaq istəmirlər? Səbəbləri budur. Həqiqət yorucudur, həqiqət ağırdır, həqiqət insanı düşünməyə məcbur edir. Düşünəndə də insan gərginləşir. İnsan da heç vaxt gərginləşmək istəmir. İnsan istəyir ki, hazırın naziri, ona hazır gətirələr, qoyalar qabağına. Bu səbəbdən də həqiqət həmişə kölgədə qalır.
əsrlər boyu belə olub, bundan sonra da elə olacaq. Yəni ki, insanlar bunu belə başa düşməlidir. Həqiqət uğrunda mübarizə aparmaq əlbəttə yaxşıdır, lazımdır. Lakin həqiqətə inanmaq ki, filan şey olduğu kimi olacaq, olduğu kimi insanlar onu başa düşəcək. Filan şeyi insanlar həqiqəti deyəcəklər və onu anlayacaqlar. Buna ümid eləmək lazım deyil. Çünki insanların beyni hələ o səviyyədə inkişaf eləməyib. Diqqətinizə görə çox sağ olun.